Növbəti çıxış üçün söz Rıza Səfərsoy haqqında danışmaq üçün Təranə Səfərsoya verilir. Təranə xanım. Təranə xanım. Dostlar, üzürlü sayın, hər kəsi salamlayıram. Bütün millət vəkillərimizi də bizi izləyən və dəstəkləyən izləyicilərimizi də salamlayıram. Ancaq üzürlü sayın, görüntülü qoşula bilmirəm. İnternet problemimiz var o səbəbdən. Rıza Səfərsoy haqqında demək, bildiyimiz kimi Rıza Səfərsoy 24 noyabr 2023-cü ildə həbs olunubdur. Quldurcasına evimizə basqın edilibdir. Məni əsir götürüblər. Rıza bəy Səfərsoyu şərləyərək həbs ediblər qanunsuz silah saxlama maddəsi ilə. Rıza Səfərsoy hal-hazırda 1 il 4 aydır ki, heç bir cinayət əməli olmadığı halda, cinayət əməli sübuta yetirilmədiyi halda həbs həyatı yaşayır. Bugün də zəng etmişdi. Bütün həmkarlarını, əqidə dostlarını və xalqımızı Novruz bayramı münasibəti ilə təbrik elədi, uğurlar arzuladı sizin hər birinizə və mübarizəyə davam dedi. Sağlıq durumunda çox ciddi problemlər var. Hal-hazırda 3 saylı istintaq təcridxanasındadır. Bayrama görə, yəni kolona köçürülmüşdür. Hansı kolona köçürüləcəyi barəsində də məlumat yoxdur. Deyiblər ki, aparılanda orada bilərsən, səni hara aparacaqlar. Yəni, biz özümüz də təşəbbüs göstərmişik. Rıza bəyə sağlıq durumu ilə bağlı heç bir tibbi yardım edilmir. Günü gündən də vəziyyəti çətinləşir. Təbii ki, Rıza bəyin də başqa məhbuslarımız kimi ümidi bizlərədir. Nə qədər ki, biz fariz olacağıq, Azərbaycanımızı da və məhbuslarımızı da xilas edəcəyik. Bayaq Müşfiq bəy dedi, təbii ki, mənə qarşı da bunu gülə-gülə ona görə deyirəm ki, o təhdid savunan o kişiciklər, üzr istəyirəm sizin hər birinizdən və izləyicilərimizdən, vəzifə hesabına dırnaq arası qəhrəmanlıq edənlər də mənə təhdidlər edirlər. Aba media kanalına çıxma, Asfiredoma çıxma, ümumiyyətlə müstəqil medialara çıxma. Mənə qarşı da təhdidlər olunur. Təhdidlərin də başında təbii ki, birinci növbədə Rıza bəyə qarşı edəcəkləri o dırnaq arası, belə deyək də, onların dili ilə desək, hansısa məkirli oyunlar gizlənir. Mən buradan bir daha səsləndirirəm ki, ay kişiciklər, siz vəzifə hesabına dırnaq arası qəhrəmanlıq göstərə bilərsiniz. Vəzifədən atılanda isə hamınız Azərbaycan xalqının təpikləri altında qalacaqsınız. Rıza bəy Səfərsoy şərləyib həbs edibsiniz. Mən Təranə Səfərsoy buradayam. Heç birinizdən də qorxmuram və mübarizəmi də sona qədər aparacam. Əgər Səfərsoylar ailəsinin başından Rıza bəy Səfərsoy demişkən bir tük belə əskik olsa, buna görə şəxsən İlham Əliyev və ailəsi, komandası cavabdehdir. Beynəlxalq qanunlar qarşısında cavab verəcəksiniz. Nə qədər ki gec deyil, Rıza bəy Səfərsoyu öldürməyin və həmçinin də 400-dən yuxarı siyasi məhbusları azad edin. Əsl cinayətkar, həmişə demişəm, yenə də deyəcəm. Hal-hazır ki, İlham Əliyev ailə hakimiyyətidir. Tərtər soyqırımına görə də onlar cavabdehdir. Azərbaycanda baş verən və verəcək bütün qanunsuz əməllərə görə hal-hazır ki, hakimiyyət cavabdehdir. Deyəcəklərim bu qədər, təşəkkür edirəm. Təşəkkürlər Təranə xanım. Sizin də Rıza Səfərsoyun məhkəmələrində göstərdiyiniz fəallıq, onun həbsinin hər zaman diqqət mərkəzində qalması üçün göstərdiyiniz canfəşanlığa görə minnətdarlığımızı bildiririk.